Texnoloji yeniliklərlə bərabər asan imza bizim həyatımızın bir parçasına çevrilib. E-məhkəmə, vergi xidməti, sosial xidmətlərlə bağlı asan imza olmadan həmin xidmətlərdən tam şəkildə istifadə etmək mümkün deyil. Bu gün sizə asan imza ilə bağlı 2 faydalı məlumat verəcəm. Xüsusən bu iPhone-larda baş verir. Asan imza ilə daxil olursunuz, lakin telefonunuza mesaj gəlmir. Bu zaman nə etməlisiniz? Bu problemin həlli çox sadədir. Bunun üçün tənzimləmələrə, yəni settings-ə daxil olursunuz. Orada şəbəkələrə daxil olursunuz. Şəbəkələrə daxil olandan sonra nömrənizi seçirsiniz. Nömrənizi seçəndən sonra orada Voice Data var. Voice Data'da LTE-ni 3G ilə əvəz edirsiniz. Bu zaman artıq sizin telefonunuza mesaj gələcəkdir. İkinci bir məlumat ondan ibarətdir ki, tutalım sizin PIN 1 asan imzanız bloka düşüb. Bu zaman asan xidmətə getmədən onu necə aktivləşdirə bilərsiniz? Yenə də tənzimləmələrə daxil olursunuz, mobil şəbəkələrə girirsiniz. Mobil şəbəkələrə girdikdən sonra nömrənizi seçirsiniz. Nömrənizi seçəndən sonra orada SIM aplikasiyalar var, ora girirsiniz. Orada asan imzaya daxil olursunuz və asan imzaya daxil olan zaman orada bir bölmə açılır. Demək, kodların dəyişdirilməsi və blokdan çıxartmaq. Asan imza 1 və yaxud da asan imza 2 kodunuzu dəyişmək istəyirsinizsə, kodların dəyişdirilməsini seçirsiniz. Blokdan çıxartmaq istəyirsinizsə, blokdan çıxartma düyməsini basırsınız və ondan sonra orada sizdən PUK kodu istəyəcək. PUK kodu yazandan sonra artıq asan imzanız əvvəlki qaydada işləməyə başlayacaqdır. Ümidvaram ki, bu məlumat sizin üçün faydalı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.